daxili fikirləriniz. Duruş da ola bilər. Başqa bir səsləndirici var. İnsan özünü tanıtmağa çalışır, məsələn, nə danışacağını, məsələn, özünü daha düzgün duruşuna, yəni ifadə edəmə baxır. Ətrafımıza təsir formasından biri. İnsan daxilinin xaricə yansıması, bir ifadələr, Burada nə var? Şahə. Mən başım demədən hər biriniz sadəcə bir müşahidə ilə başınızı dəyişdirir. Bir sorunuz başı dəyişdirir. Bu nəyi verər? Bədən dilini görməkdir. Baxın demədən sadəcə bir şeylə bir çoxunuzun baxışı eyni nöqtəyə istiqamət. Heç düşündüyünüz nəyə görə baxırıq, baxın demədən. Bugün sizinlə bədən dilini görünməyən, amma insana anlamaqda möcüzə kimi işləyən, gücünə doğru qısa bir səfərə çıxar. Hiss etdiklərimizin hardan gəldiyini, mikronomikaların həyatımıza necə yön verdiyini bir şeyim var, şirket var. Belə sınayla əl-əli gəlir. Keçəklərdən olursa bu yana doğru. Bu işdə. Bu dişlərə bilərik. Biz heç düşünürük ki, sən yalan deyəndə onu necə anlayırıq? Gözlərini qatışdırır. Gözünü qatışdırır. Başqa? Dil dolanın olması. Çox şəkildən bir-birimizi dinləyək. Normaldan çox danışması ya da pauza verməsi. göz təmasından danışmaq. Bəhanədən. Əla, hər birimizin fikri çox dəyərlidir. Amma birazdan əmmasına gələk. Növbəti var. Mənə təşkil etsəydi daha rahat olardı. Daha bir sual. Niyə bəzi insanları ilk anda bəyənilir, bəzilərinin Aurası var. heç cür qəbul edilir? Hərəkətlər. Əla, enerjisindən, aurasından. Növbəti. Bunları isə qeyd etdiyimə görə zəhmət olursa bunları da keçək. Qeyd etdiyimiz kimi, bugün kiçik bir səfərə çıxacaq. Bədən dilimizi nəyə görə bu qədər istifadə edirik? Normal danışıq sürətimiz dəqiqədə 100-120 kəlmədir. Eyni anda beynimiz 800-ə yaxın kəlmədir. Bədən dili və mikromimikalar hamının sözlə ifadə edilməyən duyğu və düşüncələrimizin çölə çıxma şəklidir. Nə öyrənəcək? Beynimiz saniyənin %4'ü kimi qısa bir müddətdə yaranıb yox olan mikro ifadələri, yəni qorxunç, sevinci, kədərli, qəzəbli, təəccüblü, iyrənməli, süt görməli, görür, oxuyur və biz qərar veririk ki, qarşımızdakı şəxs təhlükəlidir ya yox. Bunun səbəbidir ki, biz qarşımızdakı insanı bu saniyədə ya bəyənirik, ya da heç bir qəbul edə bilmirik. Növbəti slayda. Bəs belə bir statistika başlayır. Adi bir insan 10 dəqiqə ərzində 3 dəfə yalan danışır. Gün ərzində isə 200-ə yaxın yalan danışır. Razısız bir fikirlə. Bəli, razıyam. Razıyam deyənlər əl qaldıra bilər. Harsısa bir 15% əlini qaldırdı. Geri qalanlar da belə göstərir ki, razı deyil. O zaman bir sual verir. Necəsiz dostlar? Əla. Gün ərzində, statistikaya görə gün ərzində ən çox istifadə etdiyimiz yalan, yaşayan yalandır. Pis olduğumuz halda, bugün mən məsələn bura gələndə ağır gətirmişəm. Çünki artıq neçə günün stresi, yorğunluğu, üst-üstə olan tədbirlər çox yorulduğuna görə baş ağrısı imkan verir. Təəccüb düşdü, dərman içdim, amma şimdi soruşum, yaxşıyam, əlayam. Mən də yalan danışdım.
Həqiqətən, içdən soruşursansa, durub bir danışmalıyım. Yox, əgər elə belə soruşursansa, əlayım. Çünki sən ən çox istifadə etdiyin yalandır. Bəs yalansız yaşamaq mümkündürmü? Hey. Hə deyəm var. Mən heç vaxt yalan danışmam deyəm var. Mümkündür deyən söylüyorsun. Yalansız yaşamaq mümkündür. Sırayım var. Növbəti slayda zəhmət olmasa. Jurnalist. Növbəti slayda zəhmət olmasa. Jurnalist bir gün 40 günlük yalan diyətasının sonunda nələr qazanır? Yəni gözündən qazanır. İtirilmiş dostluqlarla, həyat yoldaşı tərəfindən verilən divanda yatma cəzası, ən maraqlısı isə tək qazandığı bir şey olur. Stresə bağlı olaraq bədənində çıxan qırmızı nöqtələr. Tək qazancı bu olur. Növbətiyə, pult yox idi, daha rahat olardı bizə. Tamam. Bir bizim gözəlliyi olmadı ki, yalan danışmağı heç cür sevir. Dili aldatmaq çox asandır. Necə ki, yaxşıyam deyə bilir, amma yaşıyam deyəndə inanılır, amma yaşıyam. Artıq içliyim var, bədənimiz onu təqsib edir. Ona görə bədən bilgisi çox yalan danışır. Növbəti, bədən dili sadəcə başqalarını anlamaq üçün yox, məhz elə özümüzü də ifadə etməyin ən güclü tələbidir. Yusuf bəy də biraz öncə vurğuladı bədən dilinin müəyyən hissələrini, mən də elə oradan yol açaraq qeyd edim. Məsələn, düşmüş çiynlər əyilmiş durur. Yorğunluq, inamsızlıq. Adətən müsahibələrdə görürük. Burada da bir icra təcrübəsini gətirmiş ortaya. Müsahibələrdə marifət gəlir, stresidir. Bunlar məncə özünə inamsızlıqdan gəlir çox zaman. Amma onun əksi düz durur, özünə inanır və gülümsəmək, təhlükəsizlik. Video olan slaydı keçə bilərik. Hələ başlayın videonu. Əllərimiz. Əllərimiz nə deyir bizə? Ən çox istifadə etdiyimiz. Aramızda heç atlara kök, alma və yaxud da hər hansı bir pizzalar verən olur. Əlasız. Hansı formada olur güzel? Bir xatırlayın. Əllərinizi qaldırın görək. Açıq şəkildə. Videonu görürsən baxın. Əgər əlimizi bükülüb, içi görünməyən şəkildə ata uzatsa, at nə olduğunu görmədiyinə görə yaxınlaşıb o qidanı qəbul etmir. Bu arada videodakı mənə videonu qoşa bilərsiniz. Geri videonun üstündəkiləri klik-klik açmışsınız, zəhmət olmasa. Mən davam edeyim. Əgər əlinizi bükülüb uzatsa, at güvənmədiyinə görə nə olduğunu görmür, ona görə güvənmir. Ona görə də yaxınlaşır, o qidanı qəbul etmir. Amma əlimizin içi açıq şəkildə qidanı uzatsa, at nə olduğunu görür və güvənib o qidanı qəbul edir. İnşallah ki, videomda sağ görərik. Buradan da görürük. Bu sadəcə heyvanlarda belə deyil, biz insanlarda da belə. Biz şüursuz şəkildə bədənimizlə siqnallar edirik. Fərqində olmasan belə. Və qarşımızdakı insanlar da şüursuz şəkildə bu siqnalları qəbul edir. Atlardan söz düşmüşkən, riyasət ilə atı eşitmemiz var. Kimlər eşitməz qaldıra bilər? Əla, haqqada bir rəy eşidim. Bilməyənlər üçün də qısaca bir hekayə yapmışım. Ağıllı at Hans 1900-cü illərdə Almaniyada məşhur olur. Onun sahibi Austin təqdiqlə deyir ki, mənim atım riyaziyyatı bilir. Toplamanı çıxmanı, sadə əməlləri cavabını deyir. Və burada belə bir sual yaranır. Axı, heyvanlar danışır, bu cavabı necə deyir? Ön ayağını taxtaya ədəd sayı qədər duraraq cavabı getirir. Bu xəbərlər o qədər sensasiya yaradır ki, alimlər araşdırmağa başlayır ki, görək bu nə dərəcə realdır. Və çox maraqlı bir nəticə gəldi çıxır ortaya. Sizcə o riyaziyyatı bilirdi? Hey. Bəs insan dilini başa düşürdü? Hey.
Sadəcə vərdiş almaq. Nə olursun? Vərdiş almaq. Vərdiş alma gətirmişdir. Hər dəfə fərqli ədədlərə düzgün şəkildə ayaq vuraraq vərdiş ala olur. Vərdiş dediyi ona görə. Alimlərin araşdırmasına görə nəticə belə olur ki, hansı ağırlığı riyaziyyatı bilməsində yox. Həmin vaxt üçün hələ kəşf edilməmiş mikro ifadələri oxumasında olur. Sual verən şəxs aktiv cavaba yaxınlaşdığı anlarda onun zihnində dəyişiklik yaranır. Qaş qalxır, göz bölünür, dodaq qaçır, müəyyən bir mimiki dəyişiklik olur. At isə bunu görür, hiss edir və vurmağı dayandırır. Bu beləcə möcüzəvi şəkildə cavablar düzgün çıxır. Növbətimizdən nə olur? Bəlkələn də işləyir. Növbəti. Bunları da geçtik. Növbəti keçəcəksən. Bədən dili bizim danışılmadan eşidilən bir səsimizdir və bugün biz bunu özümüz yaşadıq, şahid olduq. Bugünkü çıxışımı bəyəndinizsə, işarə barmaqlarınızı qaldırın. İşarə barmağınızı. Bir daha əmin olun ki, biz sözlə yox, hərəkətlə yox. Çünki bədən dili manipulyasiya, xeyr, manipulyasiya mənim mövzum deyil. Yenə də bədən dili bizim ən güclü silahımız. Sadəcə söz ifadəsi, bədən ifadəsi